Salam uşaqlar. Deməli, bugün dərsimiz funksiyadır. Bəs hansı funksiyadır uşaqlar? Bilirsiniz ki, çox funksiya var. Əsasən bugün keçəcəm, bugün üstünlük verəcəyik xətti funksiyaya. Xətti funksiya bilirsiniz ki, 7-ci siniflərdə keçirilir. Tam dərs olaraq 7-ci siniflər üçün çəkilir bu mövzu. Amma ayrı-ayrılıqda funksiyaya qulaq asmaq istəyirsinizsə, burada belə deyək də, tək 7-ci sinifə xatir eləməyəcək. Mən məsəlcə vurğulayacağam bunu 7-ci siniflərdə qulaq asa bilər, 8-lər də, 9-lar da, 11-lər də qulaq asa bilər. Yəni fərq eləmir. Yaxşı, nədir bu xətti funksiya? Y bərabərdir k, x topla b. K və b istənilən ədədlər olduqda bu düsturla verilən deməli, ədədi funksiyaya xətti funksiya deyilir. K burada, baxın, diqqətlə qulaq asırsınız. K burada bucaq əmsalı adlanır. Bucaq əmsalı adlanır. B isə sərbəst hədd adlanır. Tamam. Yaxşı. Nədir müəllimə? Biz burada bu funksiyadan necə istifadə edəcəyik? Bu funksiyanı bilirsiniz ki, funksiyalar 3 üsulla verilir. Analitik üsul bu adlanır. Bu analitik üsuldur uşaqlar verilən bu. Analitik üsul, yəni hansı ki bu şəkildə verilən, düstur kimi verilən deməli üsul analitik üsuldur. Cədvəl üsulu ilə verilir uşaqlar funksiyalar. Cədvəl üsulu ilə verilir. Bir də qrafik üsulla verilir uşaqlar. Qrafik üsulla verilir. Aha, gəlin indi buna aid bir dənə misal işləyək. Y bərabərdir, misal üçün 5x çıxılsın 2. Burada uşaqlar bilirsiniz ki, k bucaq əmsalıdır, yəni 5-dir. Yəni x-in əmsalı uşaqlar nədir? 5-dir. B-imiz nədir? -2-dir. Yaxşı. Y bərabərdir, 2-də 1x üstəgəlsin 3. Burada k nədir uşaqlar? 2-də 1-dir. B nədir? 3-dür. Aha, uşaqlar diqqətlə qulaq asırsınız. X-in əmsalı deməli k olur, yerdə qalan isə 3 olur. Yaxşı olar, baxın görün bura. 2-də 1 x kvadratı üstəgəlsin 3. Bu xətti funksiyadır uşaqlar. Xeyr uşaqlar, bu xətti funksiya deyil. Xətti funksiya deyil. Nəyə görə xətti funksiya deyil uşaqlar? Çünki burada kvadrat var. Bu artıq kvadratik funksiya alınır. Bu kvadratik funksiyadır. Sizə aid deyil. Yəni 7-ci sinifdə keçirilmir bu. Əsasən 8-ci sinifdə keçirilir. Amma sizə bilən bunu bildirim ki, bu xətti funksiya deyil. Davam edirik uşaqlar. Yaxşı. Y bərabərdir. Misal üçün, deməli, belə bir sual verilə bilər sizə. 5x üstəgəlsin 3 bölünsün, tutalım 5. Bunu deyir ki, k-sını, b-sini tapın. Bilirsiniz ki, uşaqlar rahat şəkildə bilən burada qeyd yazaq sizin üçün. Qeyd, diqqətlə qulaq asın. Mən demişəm ki, qeyd deyəndə mütləq onu qayda dəftərinə yazmaq lazımdır. A topla b bölək, misal üçün A-da mən hər bir həddi məxrəcə bölüb ayrı-ayrılıqda yaza bilərəm. Yəni, A bölünsün A, topla b bölək A şəklində yaza bilərəm. Bunu da ayrı-ayrılıqda 5x-i 5-ə bölüb, 5x bölək 5, topla 3 bölək b kimi yaza bilərəm. Onda x-lar x-lar gedər, qalar, x toplansın 5-də 3, düzdürmü? İndi gəlin, baxaq görək. Bizim k nədir? K x-in b-si əmsalı. X-in əmsalı görünmədiyi üçün yerində yazırıq 1. Deməli, k-mız 1-dir. B-dəki uşaqlar yanında dəyişən olmayanda B-də olacaq 5-də 3. Yaxşı, k ilə B ilə tanış olduqmu? Yəni, bildiyimi nədir bu k, B? Məncə aydındır, məncə rahat şəkildə anlaşılır. Yaxşı olar. Bəs bizə belə bir suallar verilə bilər. Misal üçün, y bərabərdir 4x çıxılsın 5 funksiyasında deməli, x bərabərdir -2 olarsa y tapın, x bərabərdir 3 olarsa y tapın, x bərabərdir, misal üçün, 2-də 1 olarsa y tapın. Gəlin, baxaq görək bunlar nədir, nə olan şeydir? X-i əgər bizə -2 veribsə, bu kimi suallar çox çıxacaq qabağımıza. Əgər x-i -2 veribsə, demək ki, uşaqlar bu funksiyada, hansı ki verilən bu funksiyada x-in yerinə mən nə qoymalıyam? -2 qoymalıyam da, düzdür? Gətirin yerinə baxaq. Y bərabərdir 4 vurulsun, -2 çıx 5. Aydındır. 4-ü -2-yə vuracam. 4 vur -2 edəcəm, -8 çıx 5. Bunların da biz ki, çıxanda 13 toplayıb qabağa nə atırsınız? Mənfi atırsınız. Deməli, uşaqlar, y-imiz nə oldu? -13. Bəs bunu koordinat şəklində yazsaq necə yazarıq? X birinci gəlir, bilirsiniz ki, -2,
Y-imiz də oldu neçə? Mənfi 13. Bir dəfə gəlin 3 qoyaq uşaqlara görə. 3 qoyanda neçə olacaq? İkincini burada yazaq, yaşaqdan yazaq. Y bərabərdir. Uşaqlar çox vaxt deyir ki, mən 5-i vururdum 3-ə. 5-i niyə 3-ə vurasan ki? X nəyin yanındadırsa ona vurmaq lazımdır. Yəni 4 vurulsun 3, çıxaq 5. 12 çıxılsın 5 bərabər oldu nəyə? 7. Y-im 7, X-im 3-dür. Onda mənim koordinatım necə olacaq? 3, 7. Nöqtənin koordinatı bu oldu uşaqlar. Bir dəfə də x-ə nə verək uşaqlar? 2-də 1 verək. Gəlin x-ə 2-də 1 verəndə y bərabərdir. 4 vurulsun 2-də 1, çıxılsın 5. 2-dən 4 ixtisar getdi, qaldı burada 2. 2-dən də 5 çıxanda mənfi 3 eləyəcək. Y-im oldu neçə? Mənfi 3. Deməli, bizdə cavab olacaq. X 2-də 1, y olacaq mənfi 3. Aydın oldu. Bəs yaxşı olar. Bir dənə də funksiya yazıram. Y bərabərdir, misal üçün 2x çıxılsın 8. Bu funksiyada deyil, funksiyasında sizə deyəcək ki, y misal üçün 10 olarsa tapın x-i, bu səfər y verib x istəyir. Y misal üçün 5 verə bilər, x istəyə bilər, mənfi 5 yazaq da qəbul ifadəsinə. Bir dəqiqə. 8 idi. İndi bu səfər nə edəcəksiniz uşaqlar? Y-in yerinə 10 qoyacaqsınız. Baxın, 10 bərabərdir. 2 vur x çıx 8. 8 sol tərəfə keçəcək. 2 vur x bərabərdir 18. X bərabərdir 18 bölünsün nə? 2. Cavab neçə eləyəcək uşaqlar? 9. Gördünüz? X oldu neçə? 9. Deməli, bunun koordinatı nə olacaq? X 9, y-imizdə verilmişdi 10. Bəs müəllimə mənfi 5 qoysaq yerinə qoyaq. Baxın, burada y-in yerinə mənfi 5 qoyacaqsınız. Mənfi 5 bərabərdir. 2x çıx 8. 8 sağ tərəfə keçəcək. 2x bərabərdir. Mənfi 5 topla 8 eləyəcək 3. X də olacaq 1,5. Aha. Şöyle bir iki dənə qeydlər yazdırmaq istəyirəm. Nədir o qeydlər? Gəlin bu qeydləri qeyd eləyək. Deməli, bizə desə ki, qeyd olaraq desə ki, deməli, funksiya, deməli, diqqətlə qulaq asarsınız, funksiya ordinant oxunu kəsir. Ordinant oxunu kəsirsə uşaqlar, əgər funksiya ordinant oxunu kəsirsə, uşaqlar, demək ki, bu nədir? Ordinat nədir ümumiyyətcə? Ordinat y oxu deməkdir. Nədir? Y oxu. Baxın uşaqlar, əgər bu oxu kəsirsə, nəyi sıfırdır bunun? Uşaqlar, görürsünüz, burada y məlumdur. Amma x nədir uşaqlar? Sıfırdır. Deməli, uşaqlar, funksiya y ordinat oxunu kəsirsə, mütləq nə olmalıdır? X-i sıfıra bərabər olur mütləq. Nə olur uşaqlar? X-i sıfıra bərabər olur. Bəs yaxşı, desək ki, funksiya absis oxunu kəsir. Absis oxunu kəsir. Bu zaman nə deyirik uşaqlar? Baxın, kəsirsə. Baxın, absis budur da, bilirsiniz, x oxudur uşaqlar. Əgər buranı kəssə, deyirəm ki, x-i məlumdur, amma y-i məlum olmur bu nöqtədə. Yəni, y-i sıfır olur. Onda altdan yazıram ki, y-i sıfıra bərabər olur. Yaxşı. Misal üçün, belə bir misal verə bilər uşaqlar bizə. Belə bir misal verə bilər. Deyər ki, y bərabərdir 5x üstəgəlsin 2 funksiyası ordinant oxunu hansı nöqtədə kəsir? Bax, belə bir sual verə bilər. Hansı nöqtədə kəsir? Deyəcək ki, əgər ordinant oxunu kəsirsə, yəni y oxunu kəsirsə, x mütləq nə olmalıdır? 0 olmalıdır. Gətirəcəm, bax, bu verdiyilən funksiyada, hansı ki, y bərabərdir 5x plus 2 funksiyasını x-in yerinə 0 qoyacam. Y bərabərdir 5 vuraq 0, topla 2. Yəni 2. Y bərabər oldu 2. Deməli, hansı nöqtədə kəsir uşaqlar? 0-2 nöqtəsində müəllimə 0-a harda aldıq? Verilmişdir uşaqlar bizə. Əgər desə, absis oxunu harda kəsir? Absis oxunu soruşsa, onda nəyə 0 verəcəyik? Y-ə 0 verib, x-i tapacaq uşaqlar. Diqqətlə qulaq asdıq. Davam eləyək. Deməli, buna aid başqa nə verilə bilər uşaqlar? Bir dənə fikirləşim. Qrafik necə qurulur? Gəlin bir dənə qrafikdə sadə şəkildə burada bir dənə öyrədim. Misal üçün, y bərabərdir 2x üstəgəlsin 1 funksiyasıdır. Görün, buralarda uşaqlar bizə bir dənə ədəd oxu
çəkək. Bir dənə ədəd oxu çəkək. Yəni ədəd oxu çəkim bizə lazım olacaq. Aha. Çəkdik uşaqlar. Diqqətlə qulaq asırsınız mənim. Deməli, indi bizə deyir ki, y bərabərdir 2x plus 1 funksiyasının qrafikini qurun. Nəyini qurun? Qrafikini qurun. Əvvəlcə uşaqlar, x-ə qiymətlər vermək lazımdır. -2, -1, 0, 1, 2. Hardasa belə 5 qiymət verin uşaqlar. Həm mənfi, həm müsbət. Ondan sonra qrafiki qurmağa çalışın. Gəlin baxaq. Əvvəlcə uşaqlar, x-ə -2 verəndə görək y neçə alacaq? 2 vurulsun yenə -2 topla 1. -4 topla 1 nə olacaq uşaqlar? -3. Deməli, y neçə alacaq uşaqlar? -3 olacaq. Yaxşı, gəlin bir dəfə də -1 verək. Y bərabərdir 2 vurulsun -1 topla 1. -3 üstə gələk 1 nə olacaq? -2. Y olacaq, -2. Y bərabərdir, gəlin 0 verək x-ə. 2 vuraq 0 topla 1. 0-dan üstə 1 gəlində 1 eləyəcək uşaqlar. Gəlin x-ə verək 1. Y bərabərdir 1 vuraq 2 toplansın 1 eləyəcək 3. 2 verəndə də uşaqlar 2 vuraq 2 topla 1 eləyəcək 5. Aha. İndi gəlin ədəd 9-ını qeyd eləyək. Bura bilirsiniz ki 0-dır uşaqlar. Gəlin burada bir dənə 1, 2, 3, 4, 5, 6 qeyd etdi. Bu x oxuydu uşaqlar. Bilirsiniz ki bu da y oxudur. 1, 2 uşaqlar çəkməyə çalışırıq. Siz də mənlə bir yerdə çəkərsiniz ki, aydın olsun sizin üçün də. Aşağılar bilirsiniz ki, uşaqlar nədir? Mənfi oxudur. Y-in aşağı hissəsi mənfidir. X-in də sol tərəfi uşaqlar mənfi olur. -2, -3, -4. Getdik uşaqlar. İndi diqqətlə gəlin seçməyə başlayaq. Deyir, x-in -2 qiymətində, hanı x-in -2 qiyməti? Bax, bura uşaqlar. X-in -2 qiyməti y -3 alır. -3 isə aşağıdadır uşaqlar. X-in -3-dür. Baxın, gəlin bu oxları bir aşağı çəkək. Bunu da bu şəkildə çəkək. Bunun kəsmə nöqtəsi da buradır. Aha. X-in -1 qiymətində, hanı -1? Bax, bu haradasa buralardır, elə bir ki, -1 buradır. -1 qiymətində deyir, y -2 alır. Baxın, burada -2-dir. Aşağıda qeyd etdik. Bunları da bir-birləşdiririk. Gördünüz uşaqlar? Qara nöqtəni çəkdim. Deyir, x-in 0 qiymətdə y 1 alır. Baxın, x-in 0 qiymətdə y 1 alır. Bunu qeyd elədik. Davam edirik. X-in 1 qiymətində y 3 alır. Gəlin burada qeyd edək. Baxın. Aha. Bunu da qeyd etdik uşaqlar. X-in 2 qiymətində y 5 alır. 5-imi də qeyd edirəm. Kəsişdirirəm sanki bunları. İndi bu düz xətt çəkək. Düz məndə belə düz xətt olmadı, əyri xətt oldu. Amma siz məncə özünüz damma ilə çəksiniz, qəşəng olacaq. Və bir dənə şeyi nəzərə çatdırmaq istəyirəm uşaqlar sizə. Burada görürsünüz, y oxunu harda kəsdi. Bu düz xətt y oxunu hansı nöqtədə kəsdi? Baxın, bir nöqtəsində kəsdi, düzdürmü? Y hansı nöqtədə kəsdi? Bir nöqtədə kəsdi. Biz buradan nə anlayırıq? Bunu bir yazaq qırağa. Demək ki, əgər düz xətt y hansı nöqtədə kəsirsə, o funksiyanın b-sidir. Görürsünüz, burada b nəyə bərabərdir? 1-ə, k nəyə bərabərdir? 2-yə. Deməli, x oxunu hansı nöqtədə kəsirsə, y hansı nöqtədə kəsirsə, b-si odur. Aha, gəlin indi, əgər bu qrafik üsulunu anladıqsa, yeni dərsə, yəni ki, k-nın, b-nin işarələrini tapmağa, qrafikləri qurmağa başlayaq. Hazırsınızsa başladıq. Yeni bir mövzudur uşaqlar. Y bərabərdir kx plus b funksiyasında diqqətlə qulaq asırsınız. Əgər b müsbətdirsə, baxın diqqətlə qulaq asırsınız, b müsbətdirsə, qrafik, baxın ha, qrafik yuxarıda kəsiləcək. Nə olacaq? Yuxarıda kəsiləcək. Ya belə olacaq, ya da ki, bu şəkildə olacaq. Yəni, b müsbətdirsədir. Baxın, yuxarıda kəsiləcək qrafiki. Bax, buralarda olacaq. Ya belə olacaq, yəni axır onu bilirəm ki, demək istədiyim budur ki, əgər b müsbətsə, bax bu şəkillərdə olacaq, ya yuxarılarda bir yerdə olacaq xəttlər, düz xəttlər.
Amma əgər belə bir qayda yaza bilərsiniz. Əgər B müsbətdirsə, qaydanı belə yaza bilərsiniz. Düz xətt Y oxunun müsbət istiqaməti kəsəcək. Müsbət istiqamətində kəsəcək. Yəni görürsünüz, baxın müsbət. Bilirsiniz ki, Y-in yuxarı istiqaməti müsbətdir. Amma əgər B mənfidirsə, uşaqlar diqqətlə qulaq asırsınız. Düz xətt Y oxunu hansı nöqtədə kəsəcək? Mənfi istiqamətdə kəsəcək uşaqlar. Mənfi istiqamətdə kəsəcək. Gəlin baxaq görək şəkil necə olacaq. Baxın uşaqlar, şəkil çəksək, bilirsiniz ki, sıfırdan yuxarıda müsbətdir, sıfırdan aşağıda mənfidir. Yəni B də haralarsa buralarda olacaq. Yəni əgər mənfi olarsa, B mənfi olarsa, mütləq ki, ya belə çəkiləcək, ya belə çəkiləcək, ya bu şəkil çəkiləcək, fərq eləmir. Amma onu bilirik ki, oxlar nə olacaq? B oxları aşağıda olacaq. Aydın oldu? Aha, bu belə. Bəs müəllimə, yaxşı, K müsbət olarsa nə olacaq? K müsbət olarsa, deməli, düz xətt, diqqətlə qulaq asırsınız. Düz xətt birinci və üçüncü rüblərdən keçir. Əsasən uşaqlar, diqqətlə qulaq asın. Əsasən, baxın, şəkil çəkim uşaqlar. Əgər K müsbət olarsa, əsasən düz xətt birinci və üçüncü rüblərdən keçir. Bəs nədir bu rüblər? Bura birinci rübdür uşaqlar. Bura ikinci rübdür. Bura üçüncü rübdür. Bura isə dördüncü rübdür. K müsbət olarsa əsasən düz xətt birinci və üçüncü rüblərdən keçir. Yəni, bax, bu şəkildə olacaq. Ya belə, ya, baxın, belə. Yenə baxın, 1-də başlayır, 3-də bitir. Ya belə. Yəni, baxın, uşaqlar, bu hamısı K nədir? Müsbət olarsadır. K müsbət olarsa, bu şəkildə olur. Və bir dənə bunu qeyd edeyim, bundan da tuta bilərsiniz və X oxunu görürsünüz də uşaqlar. X oxunun sağ istiqamətində, nə istiqamətində? Sağ istiqaməti ilə iti bucağı əmələ gətirməlidir. Baxın, bunun sağ tərəfi hansı tərəfdir? Bu tərəfdə, düzdürmü? Sol tərəf hansıdır? Bu tərəf. Mənə lazımdır sağ tərəf uşaqlar. Sağ tərəfi ilə necə bucağı əmələ gətirsin deyirəm? İti bucağı əmələ gətirsin. Baxıram ki, həqiqətən də nədir? İti bucağı əmələ gətirdi. Buna baxın, iti bucağı əmələ gətirdi. Baxın, iti bucağı əmələ gətirdi. Aydın oldu. Amma və lakin K mənfi olarsa, diqqətlə qulaq asırsınız. İkinci və dördüncü rüblərdən keçir. K mənfi olarsa uşaqlar nədən keçəcək? İkinci və dördüncü rüblərdən keçəcək. Gəlin əvvəlcə rüblərimizi hesablayaq. Bura birinci idi dedik, bura ikinci olacaq, bura üçüncü və bura dördüncü olacaq. Yəni ki, burada başlayacaq, bax birinci rüblər, burada bitəcək 4-də. Ya belə çəkilə bilər, belə çəkilə bilər, belə çəkilə bilər, fərq eləmir. Yəni, bax, 2-də başlasın, 4-də bitsin. 2-də başlasın, 4-də bitsin. Onda deyirik, K nədir burada uşaqlar? Mənfidir. Və bundan da bilə bilərsiniz ki, uşaqlar, əgər X oxu ilə sağ tərəf istiqamətində K mənfidirsə, baxın, kör bucağı əmələ gətirirsə, bu zaman deyirik K mənfidir. Baxın, kör bucaq. İndi gəlin misallar üstündə başa salım mən sizi. Aha. Beş x üstə gələk 7. Y bərabərdir 3x minus 5. Y bərabərdir mənfi 4-də 3x üstə gələk 8. Y bərabərdir mənfi 7x sıx 10. Gəlin bir-birində bir qrafikləri çəkək. Bunun əsasını öyrənəcəyik inşallah. Deməli, K nədir burada? K 5-dir. K nədir? 5-dir. Yəni nədir K-mız? Yəni K-mız müsbətdir. B nədir burada? 7-dir. Yəni ki, B nədir? Müsbətdir. Gəlin, bunun qrafikini çəkək uşaqlar. Qrafiki necə əsaslanacaq əsasən? Deməli, B-miz müsbətdirsə uşaqlar, dedi ki, B-miz əsaslanır nəyə? Y-ə. B neçədir? 7-dir. Gəlin, 7-ni qeyd eləyək. Baxın, Y-də qeyd edirik, ya X-də qeyd eləmirik. Heç vaxt B-ni X-də qeyd etmirik. K necə ədəddir? Müsbət ədəddir. Müsbət ədəd olduğu üçün
birinci və üçüncü rüblərdən keçməlidir. Baxın, K nədir? Müsbətdir. Ona görə də, baxın, 1-də başlayacaq, çəkirəm, 3-də bitirirəm və baxıram ki, həqiqətən də alfa nədir? İti bucaqdır. Burada bunu aydınlısa ikinciyə keçirəm uşaqlar. Baxıram ki, bu ikincidir. Deməli, bu hansı funksiya oldu? Y bərabərdir 5x topla 7 funksiyasıdır. İndi baxacağıq y bərabərdir 3x minus 5 funksiyasına. Aha. K nədir burada? 2. K'mız 3'dür. B'miz nədir uşaqlar? Mənfi 5'dir. Doğrudur mu? Aha. K nədir? Müsbət. B nədir? Mənfi. B mənfi 5'dir. Tez B mənfi 5'i qeyd edəcəm. Yuxarıda qeyd edəcəm, aşağıda qeyd edəcəm. Əlbəttə ki, aşağıda. Çünki y mənfi istiqaməti ancaq aşağıda olur. Mənfi 5 nöqtəmi tez qeyd edəm, qaraladım. K müsbətdir. Hardan keçəcək? Birinci rübdə və üçüncü rübdə keçəcək. Çəkə bilmək üçün, baxın, birini yuxarı keçirin, birini aşağı. Baxın, nə oldu? Və həqiqətən də K müsbət olduğu üçün x oxunun sağ istiqaməti ilə iti bucaq əmələ gətirir. Nə əmələ gətirdi? İti bucaq əmələ gətirdi. Üçüncüyə baxırıq uşaqlar. Üçüncüyə baxırıq. Baxırıq ki, üçüncüdə hansı ki y bərabərdir. Mənfi 4-də 3x üstəgəlsin 8. Baxın, burada, baxın bura baxın yuxarıya. K nədir? Mənfi 4-də 3. Yəni biz buradan anlayırıq ki, K necədir? Mənfidir. B neçədir? Bizdə 8. Bilirik ki, B onda burada nədir? Müsbətdir. Aha. B-ni tez qeyd eləmək lazımdır birinci. 8-i qeyd etdim uşaqlar. B 8-i qeyd edirəm. Gəlin K-nı da qeyd eləyək. K nədir? Mənfidir. K mənfidirsə, tez bilirik ki, ikinci və hardan keçəcək? Dördüncü rüblərdən keçəcək. Tez mən deyirəm ki, əgər K mənfidirsə, ikinci və dördüncü rüblərdən keçəcək. Mən bunu nöqtədən tuturam. 1-2-dən keçirəm, bir də 4-cü rübdən keçirəm. Və qaydamıza görə də sağ istiqaməti ilə də həqiqətən necə bucaq əmələ gətirdi? Kör bucaq əmələ gətirdi. Yəni 90-dan böyük, 180-dən kiçik. Baxın, kör bucaq əmələ gətirdi sağ istiqaməti ilə x-in. Və sonuncu, burada K mənfi 7-dir uşaqlar. Baxırsınız ki, K həqiqətən mənfidir. Burada B nədir uşaqlar? Mənfi 10-dur. Hər ikisi 10-dur. Onda bu zaman deyirəm ki, tez gətirirəm. B-ni qeyd edirəm əvvəlcə aşağıdan. Nəyə görə aşağıdan qeyd edirəm uşaqlar? Çünki B mənfidir. Ona görə aşağıda qeyd eləməliyəm. K mənfi olduğu üçün ikinci və dördüncü rüblərdən keçməlidir. İkinci rüb buradır. Dördüncü rübdə uşaqlar biz ki aşağıda sağ tərəfdədir. Və buna əsasən baxıram ki, bu şəkildə olacaq. Və bizim burada kör bucağımız yarandı. Aha. Məncə bu aydındır. Və bəs, ay müəllimə, B 0-a bərabər olarsa nə olacaq? B 0-a bərabər olarsa, y bərabərdir. Baxın, kx plus b-dən B 0 olur. Yerdə nə qalır? Kx funksiyası. Kx koordinat başlanğıcından keçən düz xətdir. Kx nə oldu? Koordinat başlanğıcından keçən düz xət. Əgər, yenə deyirəm, əgər kx plus b funksiyasında k müsbətdirsə, yenə deyirəm, birinci və üçüncü rüblərdən keçəcək. Baxın, koordinat başlanğıcından, koordinat başlanğıcı da buradır. Birinci və üçüncü rüblərdən keçir. K müsbət olarsa, y bərabərdir kx funksiyası. Amma k mənfi olarsa, bunları qeyd eləyin. K mənfi olarsa, k müsbət olarsa, koordinat başlanğıcından keçir. Amma k mənfi olarsa, ikinci və dördüncü rübdən, amma yenə də nədən uşaqlar keçir? Koordinat başlanğıcından keçir. Baxın, bura x-dir, burada y-dir. Yenə koordinat başlanğıcından keçəcək. Davam eləyək uşaqlar, davam eləyək. Bir dənə də mövzumuz qaldı. Bir-iki mövzumuz qaldı. Onları da bitirək uşaqlar. Rahat şəkildə gedib misallarını işləyə bilərsiniz. K-nın tapılması. Belə deyil, Lord ilə desək K-nın tapılması. Şöyle K-nın tapılması iki düsturla olur uşaqlar. İki düsturla olur. Gəlin baxaq görək nədir. Əsasən tangiyə sayfa deyib sizə qorxutmaq istəmirəm. Gəlin necə tapılır ona baxaq. Baxın. Bir dəqiqə. Aha. Misallar üstə baş salacağım uşaqlar. Sadəcə misallar üstündə sizə başa salacağım. Ki, K necə tapılır, B necə tapılır.
Ay uşaqlar. Deməli uşaqlar, B-ni rahat şəkildə biz bilirik ki, B nə idi? Y oxunu harda kəsilirsə, onda deyirik ki, B nədir odur? B 3-dür. Bəs mənə K -2-dir? Yox, K -2 deyil. K necə tapılır? K necə tapılır? K necə tapılır deyəndə uşaqlar, baxın, biz alfanı hara götürürdük? Alfanı hara götürürdük? X istiqamətlə yaranan, bax bu hissə götürürdük. Alfa götürürdük. K bərabərdir. Qarşı tərəfin neçə santimetrdir uşaqlar? Bax, bu hissə neçə santimetrdir? Əgər bura kimi 3-dürsə, deməli, bura neçə santimetrdir? 3 santimetrdir. Bura neçə santimetrdir? Baxır, oturacaq. Bura neçə santimetrdir? Burada ki, uşaqlar, əgər bura kimi -2-dirsə, deməli, burada 2 santimetrdir də, uşaqlar, düzdür. K-nı tapanda qarşı tərəfin, yəni 3-ün biçi tərəfi olan nisbətidir. Yəni 2-yə nisbətidir. Cavab nə olacaq? 2-də 3. Deməli, K-mız neçə olur uşaqlar? 2-də 3. Bəs müəllimə, -2-də 3 yoxsa müsbət 2-də 3 desək, bilirik ki, 1-ci və 3-cü rüblərdən keçdiyi üçün K deyirik müsbət 2-də 3-dür. K nə deyir? Müsbət 2-də 3-dür. Baxın, bizə nədir? Alfamız. Baxın, alfa haradır? Y-ə baxan tərəf. Y-ə baxan tərəfi alfa götürürsünüz uşaqlar. Götürdük. Buradan bura kimi neçə santimetrdir? 4 santimetrdir. Düzdürmü? Buradan bura kimi neçə santimetrdir? 2 santimetrdir. Düzdür? Aha, çünki bura 2 veribsə nöqtəni 2 olacaq. Dedik, K-nı tapanda nə edirik? Alfanın qarşısındakı tərəfi 4-ü bölürük. Alfaya biçi olan santimetrə. 2 santimetrə bölürük. Eləcə 2. Bəs yaxşı, mənə K müsbətdir, mənfidir. Baxırıq ki, düz xət 2-ci və 4-cü rüblərdən keçdiyi üçün deyirik K nədir? K -2-dir. K nədir uşaqlar? -2-dir. Bəs yaxşı, B nədir? B də Y oxunu harda kəsir? Hansı nöqtədə kəsir? 4. Deməli, B-miz də 4-dür. Bəs biz bunun funksiyasını yazsaq necə yazarıq? Bilirsiniz ki, Kx plus B funksiyasıdır. K-nın yerinə yazacağıq -2x topla. B-nin yerinə yazacağıq 4. Aha, baxaq bura. Bura 6 yazmışıq uşaqlar. Hə. Deməli, uşaqlar, bilirsiniz ki, Y oxuna baxan tərəfə bir dənə alfa deyirik K-nı tapmaq üçün. Tapdıq K-nı. Deməli, buradan qarşı tərəf, bura neçə santimetrdir uşaqlar? Baxın, bura neçə santimetrdir? Bura -2 verildiyi üçün bura neçə santimetr olacaq? 2 santimetr. -2 santimetr yox ha, 2 santimetr. Bura 6 veribsə uşaqlar, bura kimi 6 veribsə, demək ki, bura neçə santimetrdir? 6 santimetrdir. K-nı tapanda qarşı tərəfin, yəni 2-nin nəyə nisbəti olacaq? Biçiyə, yəni 6-ya nisbəti. Bu da eləyir 3-də 1. K 3-də 1-dir. Bəs yaxşı, necədir? Müsbətdir, mənfidir? 1-ci və 3-cü rübdən keçdiyi üçün K nədir uşaqlar? Müsbətdir. Yəni nə müsbət 3-də 1 qalacaq. Bəs B nədir müəllimə? B uşaqlar baxırsınız ki, Y hansı nöqtədə kəsir? Aşağıda -2 nöqtəsində. -2-ni qeyd edirik. Y bərabərdir. Kx plus B-yə görə də K-nı tapdıq 3-də 1x, B-ni tapdıq -2. Ona gələcəm çıx 2. Uşaqlar başa düşməyənlər məncə tez bir dəfə də başdan qoysun bu imini bu hissələrinə. Təzədən qulaq assın. Yaxşı. Aha. Gəlin indi bir dənə yeni səhifə açım və belə bir suala baxaq. Aha. Bir dənə də başa salın. Buna aid bir dənə misal deyim. Ondan sonra bitirər inşallah. Ümumi bunu. Buna aid olanda. Aha. Deməli uşaqlar, burada B nə olacaq bizdə? B nə olacaq? -1. B -1-dir. Gəlin də K-nı tapaq uşaqlar. K-nı tapanda dedik alfanı qoyduq. Bura Y-ə baxan tərəfə alfa qoyduq. Qabağı tərəf bura neçə santimetrdir? 1 santimetrdir. Bura neçə santimetrdir? 2 santimetrdir. Qarşıdakının, yəni 1-in nəyə nisbəti? 2-yə nisbətidir uşaqlar. Onda deməli K-mız nəymiş? 2-də 1 imiş. Amma bizdə 2-ci və 4-cü rüblərdən keçdiyi üçün deyirik ki, bu -2-də 1-dir. Və funksiya necə olacaq uşaqlar? -2-də 1, x sıx nə? 1 olacaq. Yəni bu şəkildə tapacaqsınız. Əslində bunun düsturu da var. Uşaqlar, K-nın düsturu bu şəkildədir.
y2 çıx y1 bölünsün x2 çıx x1. Bəs nədir bu y2 x1? Gəlin düsturla öyrənmək istəyən düsturla öyrənə bilər. K-nın düsturu y2 çıx y1, x2 çıx x1-dir. Nədir bu x2 x1? Baxın, belə bir şey verilər. Misal üçün sizə buranı verər 3, buranı da verər misal üçün -2 və deyər ki, K-nı tapın. Bunun koordinatları nədir? Bax, y-in 3-ün koordinatı nədir? Bilirsiniz ki, 3-ün koordinatı, əgər burada x-i yoxdur, 0,3 koordinatı. Bunun koordinatı nədir? X-i məlumdur, -2, y-i məlum deyil, 0-dır. Gəlin, indi tapaq. K bərabərdir. Bu bilirsiniz ki, x-lər x1, y1-dir, misal üçün. Bu da x2, y2-dir. İndi y2-miz neçədir bizim? 0. Yazıram 0 çıx. Y1-imiz neçədir? 3 bölünsün. X2-miz neçədir? -2 çıxılsın. X1-imiz neçədir? 0. Aha, olur -3 bölünsün -2, yəni müsbət 2-də 3 eləyəcək. Düzdür uşaqlar? İndi gəlin mənim yoluma baxaq ki, mənim yolumla necə alınacaq? Bu da dediyim yol, qısa yol. Bax, buranı 3 vermişdi, düzdürmü? Buradan bura kimi neçə santimetrdir uşaqlar? 3. Buranı da 2 santimetr vermişdi. Burada oldu uşaqlar 2. Buranı bir alfa desək, onda K olacaq qarşı tərəfin 3-ün dediyi bitişik tərəfə nisbəti 2-də 3. Həqiqətən də baxdıq ki, 2-də 3-dür və deyirik ki, birinci və üçüncü rübdən keçdiyi üçün də bu müsbət 2-də 3-dür. Rahat şəkildə tapa bilərsiniz. Bu düsturdur, bu da əslində bu tangiyə səhifə yoludur, amma mən sizə qısa yolda istəmədim tangiyə səhifə yoludur. Yolunu göstərdim, öyrənmiş oldunuz. Misal üçün, deməli, görə burada misallar bizə verilib. Başqa misallar varsa, misallardan başa salım mən sizə. Aha. Görə nədir inşallah? Bir də belə bir şey verə bilər. Belə bir misal verə bilər sizə. Y bərabərdir. Misal üçün 3x üstə gəlsin. Misal üçün 5. Belə bir şey verə bilər. Və deyə bilər ki, bu funksiyanın deməli, x oxunu hansı nöqtədə kəsir? Onu tapın. Əslində tapmaq asandır uşaqlar burada. Dedi, bu funksiyanın x oxunu hansı nöqtədə kəsir deyirsə, y-ə nə etmək lazımdır? 0 verib rahatçılıqla tapmaq olar. 0 bərabərdir 3x topla 5 olacaq. 3x bərabərdir -5-ə, x də bərabərdir -5 bölünsün 3. Aha. Bu günün uşaqlar sonuncu dərsidir. Məncə bunları bura kimi aydındır, bunları anladınız. Axırıncı dərsimiz uşaqlar düz xəttlərin qarşılıqlı vəziyyəti. Baxın, düz xəttlərin qarşılıqlı vəziyyəti. Uşaqlar, mən yaza bilmirəm. Biraz əlim, barmağım çıxıb deyə səliqəsiz yaza bilərəm. Ona görə indidən üzrlü sayın. Uşaqlar, misal üçün sizə 2 dənə düz xətt verib. Y bərabərdir K1x topla B1. Bir bu funksiyanı verib. Bir də Y bərabərdir K1 K2x gəl B2 verib. Deyir, bunların qarşılıqlı vəziyyətinə baxın. 3 tür qarşılıqlı vəziyyət var. Birincisi, kəsişən düz xəttlər. Kəsişən düz xəttlər, uşaqlar, kəsişən düz xəttlərin, baxın, gəl əvvəlcə müşahidə edək, ondan sonra düstura baxaq. Baxın, kəsişən düz xəttə nədir? Belə, ya da ki, baxın, belə olmalı da, düzdür, belə olmalı da ki, bu düz xəttlər nəsin, kəsişsin. Baxın, bunun K-sı buradadır, K-sı buradadır, baxın, bunun K-sı buradadır, bunun da K-sı nədir? Buradadır. Fərqlidir də K-lar, düzdür. Deməli, K-lar bir-birindən fərqli olmalıdır kəsişməsi üçün. Baxın, bunun B-si buradadır, baxın, bu xəttin B-si buradadır, üst-üstə düşür. B-lər bərabərdə ola bilər. B-lər bərabərdə ola bilər. Lap gətir, məsələn, aşağıdan çəkirəm. Yenə də kəsişir də, bunlar düzdür. Bərabər olmaya da bilər. Bu xətlər bərabər olmaya da bilər. Yəni, B-nin bərabər olmamağı bizə maraqlandırmır. Əsas odur nə olsun? K-lar bir-birindən fərqli olsun. Onda deyirik ki, bu düz xətlər nə edir? Kəsişir. Gəl, onda adını belə qoyaq uşaqlar. Düz xətlər kəsişir. Nə zaman? Kəsişir. Nə zaman uşaqlar? K1 ilə K2 bir-birindən fərqli olarsa. Bəs paralel olur.
paralel olur. Nə zaman paralel olur? Paralel yəni nəvədə çəkək düz xəttimiz uşaqlar. Bura y, bura x-dırsa. Baxın, bir dənə buradan çəkirəm. Bir dənə də buradan çəkirəm. Baxın, bununla bu nədir? Paraleldir. Gəlin buna deyək y bərabərdir k 1x topla b1. Buna da deyək k 2x topla b2. Düzdür uşaqlar? Paraleldir. İndi gəlin müşahidə eləyək. Baxın, bunların b'si nədir? Biri yuxarıdadır, biri nədir? Aşağıdadır. Fərqlidir də, düzdür. Onda deyirəm ki, b1 ilə b2 bir-birindən fərqli olmalıdır mütləq. K-sına bax, bu tərəfdədir. Bunun K-sı isə bu tərəfdədir. Onda deməli, K-ları nə olmalıdır? Bir-birinə bərabər. Uşaqlar, burada yerlərinin fərqli olmağına baxmayın ha. Hər ikisi kör bucaq olduğu üçün və eyni bucaq altında kəsişmədikləri üçün, baxın, bunlar kəsişmirlər. Və plus da ki, fərqli yerlərdədirlər, birləşməyiblər də, yəni görürsünüz ki. Və hər ikisi kör bucaq altında kəsişdiyi üçün bunlar bir-birinə nədir? Bərabərdir. Ona deyirik, K-lar bir-birinə bərabər, B-lər bir-birinə fərqli olanda nə olur? Paralel olur. Üçüncü bəlkə cümləni səhv qurdum uşaqlar, üzr istəyirəm. Bir də deyirik ki, üst-üstə düşür. Nə zaman üst-üstə düşür? Üst-üstə düşür. Nə zaman görək üst-üstə düşür? Misal üçün, bir dənə düz xətt çəkirəm belə. Bir dənə düz xətt çəkirəm belə. Bir dənə də bunun üstündən bir dənə düz xətt çəkirəm. Bax, ikisi də üst-üstə düşür. Deməli, bunun base, bu birinci düz xətt ilə, bax, K1 x topla B1 ilə y bərabərdir K2 x üstə gələk B2 üst-üstə düşüb. Deməli, bunun B-ləri də eynidir. Görürsünüz, üst-üstə düşüb də 2 düz xətlə B-si buradadır. Onun deməli, bunun B1-lərlə B2 də bir-birinə bərabər olmalıdır. K-lar da eynidir. Hər ikisi iti bucağa əmələ gətirir. Ona deyirəm, K1 ilə K2 də bir-birinə bərabər olmalıdır. Yəni, hər ikisi bir-birinə bərabər olanda deyirik ki, düz xətlər paralel, üst-üstə düşür. Buna aid bizə necə suallar verə bilərlər? Ay, müəllimə, bir dənə onlara baxaq da. Yaxşı, gəlin baxaq. Deyə bilər ki, bir dəqiqə, belə bir sual verə bilər uşaqlar. Deməli. Deməli, gəlin baxaq. Görək hansılar paraleldir, hansılar üst-üstə düşür. Uşaqlar, baxın görək. Hansı düz xəttlər paraleldir? 2x üstə gəlib 5 funksiyasına paralel düz xətt var görək. Paralel deyir, amma paralel olanda nə olurdu? Bir dənə xatırlayaq. Paralel olanda xatırlayaq ki, dedik K1 ilə K2 bir-birinə bərabər olmalıdır. B1 ilə B2 bir-birindən fərqli olmalıdır. Deməli, baxırıq ki, aşağıdakı ilə K-larımız eynidir. Amma B-lərimiz nədir? Fərqlidir. Yəni ki, B-lər biri -5-dir, biri -5, amma K-lar eynidir. Ona bunlar bir-birinə nədir uşaqlar? Paraleldir. Nədir? Paralel. Aha, başqa? Deyirəm, ay müəllimə, birinci ilə üçüncü də paraleldir. Nəyə görə? Baxın, birinci, üçüncü paraleldir. Çünki baxın, bunun K-sı 2-dir, buna K-sı 2-dir. Bunun B-si 0-dır, bunun B-si 5-dir. Onda deyirəm, bunlar da nədir? Paraleldir. Bax, yan-yana yazıram. Paralel. Aha. Mən deyirəm ki, müəllimə, birinci ilə üçüncü deyirəm ki, kəsişirlər. Nəyə görə? Çünki K-ları fərqlidir. Baxın, Y bərabərdir. Bax, kəsişəndə nə olurdu? Kəsişir. Nə olurdu? K1 ilə K2 də fərqli olmalıydı. B1 ilə B2 düz bərabər olsa da olmasa da fərqləmir, kəsişməlidir. Ona görə də Y bərabərdir 5 çıxılsın 3x ilə, Y bərabərdir 2x topla 5 kəsişirlər. Neynirlər? Kəsişir. Niyə? B-ləri eynidir. Nə olsun ki? Fərqi nədir ki? Ona baxmırıq. Biz baxırıq ki, bax, burada K-sı -3-dür. Burada K-sı 2-dir. Ona görə deyirik ki, bunlar bir-birindən
fərqlidir. Ona görə də dedik ki, bunlar bir-birinə kəsişir. Sonra bu tərəfə baxaq ki, burada baxın bu ikisi bir-birinə nə edir uşaqlar? Kəsişir. Nəyə görə kəsişir? Çünki bunun k-sı mənfi 3-dür. Bunun k-sı 2-də 1-dir. Ona görə kəsişir. Aha, ay nə gözəl. Baxın, deyirəm, bunlar paraleldir. Baxın, paraleldir. Nəyə görə? Baxın, bu funksiya ilə bu funksiya paraleldir. Bax, bunun k-sı mənfi 3-dür. Bunun da k-sı mənfi 3-dür. Onda nədir bu? Paraleldir, uşaqlar. Uşaqlar, baxın. Bir dənə rahat şəkildə misallara baxsaq, görərsiniz ki, bunun üst-üstə düşəni bir funksiya var. Tapım. Aha, baxın. Görürsünüz buradakını. Aşağıda yazıram. Uşaqlar, üst-üstə düşəndə nə olurdu? Üst-üstə düşəndə nə olurdu? Üst-üstə düşür. Onda demişdik ki, K1 K2-yə bərabər, B1 də B2-yə bərabər olmalıdır. Yəni ki, Y bərabərdir 2x sıx 5 ilə, Y bərabərdir mənfi 5 üstə gəlsin 2x paraleldir. Ay, mən axı burada 2x birinci gəlir, burada ikinci gəlir. Nə olsun ki, sən göydə gətir, sən aşağıda gətir, fərqi yoxdur. Bunun B-si mənfi 5-dir, bunun B-si mənfi 5-dir. Düzdür? Biz iki yanında dəyişik olmayan B-dir də. Burada B mənfi 5. B mənfi 5. Nə gözəl. K nədir burada? 2, müsbət 2. Burada K nədir? 2. Siyoda hər şey bərabərdir. Sonra bu nədir? Bərabərdir. Yəni neyir? Üst-üstə düşür. Aydın oldu? Sadə. Buna aid iki dənə misal başa salmaq istəyirəm və onunla da yekunlaşdırıram uşaqlar. Bununla da yekunlaşdırıram. Deyir ki, bir sual verir. Deyir ki, y bərabərdir. Deməli, kx plus 5 funksiyası, diqqətlə qoyarsınız, funksiyası y bərabərdir 2x funksiyasına paraleldir. Paraleldir. Paraleldir deyir. Həmin funksiyanı tapaq. Həmin funksiya tapaq. Əgər uşaqlar bu funksiya ilə bu funksiya paraleldirsə, nədir? Paraleldirsə, onda K1 ilə K2 bir-birinə nə olmalıdır? Nə olmalıdır? Bərabər olmalıdır. Düzdür? Onda deyirəm ki, bunun K-sı neçədir? 2-dirsə, paraleldirsə bu funksiya. Onda buna K-sı nə olmalıdır? 2 olmalıdır. Bunun funksiya necə olur? 2x topla nə? 5. Vəssalam. Misal üçün belə bir sual verir. Y bərabərdir kx plus b-dən deyir. Kx b funksiyası. Y bərabərdir 3x sıxılsın 5 funksiyasına paraleldir. Nədir? Paraleldir. Bu düz xət 2-3 nöqtəsindən keçərsə, hansı ki, bu düz xətdən danışır. B-ni tapın. Deyirik ki, uşaqlar, əgər bu funksiyaya paralelsə, k-lar eyni olmalıdır, düzdürmü? Onda funksiyamız olacaq belə. 3x topla b. Ay müəllimə, b-ni də mənfi 5 götürünmü? Sual verir. Yox. Üst-üstə düşərsə mənfi 5 götürəcəksən. Sənə paraleldir deyir. Bax, paraleldir deyir. Ona görə də sən x-i 3 götürəcəksən, b-ni götürməyəcəksən. Davam eləyək. Bu düz xət 2 və 3 nöqtəsindən keçirsə, mütləq ki, x-i 2, y-i 3-dür. Bu düz xət, təkrar edirəm, düz xət 2-3 nöqtəsindən keçirsə, demək ki, bu düz xət funksiyası 2-3 nöqtəsini ödəyir. 2-3 nöqtəsində qiymət ala bilər. Bax, x-i 2 qoyuram. X-ə 2 qoyacam. Y-ə 3 qoyacam və b-ni tapacam. 3 bərabərdir. Bax, y-ni 3 yazdım. 3 vurulsun x-in yenə 2 topla b-yə. 3 bərabərdir 6 topla b. B də bərabərdir 3 sıxaq 6-ya. Yəni nəyə? Mənfi 3-ə. B-ni tapdıq neçə uşaqlar? Mənfi 3. Təbrik edirəm, qiymət tapdıq. Başa düşməyənlər təkrar baxsın. Lap gəlin bir dənə buna aid misal deyirəm. Aşağıda bir dənə misal deyirəm. Deyir y bərabərdir kx topla b funksiyası. Bax, funksiyası. Y bərabərdir 4x minus misal üçün 2-yə paraleldir. Nədir? Paraleldir. Deməli, deyir ki, uşaqlar bu düz xət nə nöqtəsindən keçir? Misal üçün, mənfi 1-2 nöqtəsindən keçir. Bu zaman deyir, b-ni tapın. Sual belədir.
Paraleldirsə, gənclər, deməli, k-mız nədir? 4-dür. Onda bunda k-sı nə olacaq? 4 olacaq. Dedik, paralel olanda k1 k2-yə bərabər olmalıdır. Ona gəlin yazaq, y bərabərdir 4x topla b. B yazmırıq, b-nin yerinə, heç nə yazmırıq. X-in yerinə -1, y-in yerinə 2 yazacağım. Tez yazıram, 2 bərabərdir 4 vurulsun -1, b-ni tapmaq üçün b-yə. Bu zaman yazırıq, 2 bərabərdir -4 topla b. B də bərabərdir 6-ya uşaqlar. B-ni də tapdıq 6. Bu qədər sadə. Çox sadə və çox bəsit suallardır uşaqlar. Məncə yaza bilərsiniz. Vəssalam. 7-ci siniflə bağlı. Bu sadəcə 7-ci sinifdir uşaqlar. Yenə deyirəm, bu böyük siniflər üçün deyil, 7-ci siniflərin öyrənməsi üçündür. Mən bundan sonra çalışacağam ki, sizin üçün deməli 7-ci sinif olsun, 8-ci siniflər olsun, mövzu və mövzu qayda izahlarını atacağam. Dərsdən sonra gəlib burada qulaq asa bilərsiniz. Bundan sonra bütün izahlarımız 7, 8 və 6-cı siniflər üçün çalışacağım qoyum. Dinləyə bilərsiniz. Bundan əvvəlki mövzularda inşallah yayda bir belə deyim də, izahını verməyə çalışacağam. Uğurlar hər birinizə.